Salam aleykum dostlar. Bugün sizlere GTA Baku Definitive Edition Stereo Mod telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Bu bir test sürümüdür. Əgər bu sürüm izləyicilər tərəfindən bəyənilərsə, yeni versiyalar, yeni maşınlar əlavə edib yeni sürümlər paylaşacağam. Və bu APK-nın Android hansı versiyasını dəstəklədiyini bilmirəm. Yəni mən 14-ə qədər bilirəm, indi bilmirəm 15-i dəstəkləyir ya dəstəkləmir. Videoya keçməzdən əvvəl videomu bəyənməyi, dostlarınızla paylaşmağı və daha çox oyunlardan məlumat almaq üçün, oyun yükləmək üçün kanalıma abunə olmağı unutmayın və başlayaq videomuza. İlk öncə sizə göstərəcəm yükləmə necə olur. Yəni daha doğrusu deyəcəm yükləmə necə edə bilərsiniz. Burada videonun rəy, komment bölməsinə videonun yükleme linkini sabitləmişəm. Oradan girib oyunu yükləyəcəksiniz. Amma orasını videoya görə göstərmirəm ki, videom bloka düşməsin. İndi siz deyək ki, girib yükləmişsiniz, göstərim oyunu necə quraşdıra bilərsiniz. Buradan açacaksınız Play Store'ni, girirsiniz Play Store'ya, axtarış yerinə basırsınız, yazırsınız. Zarxiver. Zarxiver. Bu proqramı yüklüyorsunuz telefona. Bunu yükləyəndən sonra aç düyməsini basırsınız. Burada açılışda sizdə bir neçə icazələr istəyəcək. O icazələri verəndən sonra buradan düşürsünüz aşağı, gəlirsiniz Download bölməsinə. Bu Download bölməsinə girirsiniz və burada yüklədiyiniz faylı tapırsınız. Baxın. Mən görüm orada da bax tapdım. GTA Baku Def versiyon Stereo Mod by Rizuhax. Bunun üzerine basırsınız. Buradan görüntüye basırsınız. Buradan bir tane papkaya tıklayırsınız. Bak görürsünüz burada 2 tane fayl var. İlk önce burada yazdı. Bak GTA Amılı Stereo APK. Bunun üzerine basırsınız. Buradan aşağıdan indire basırsınız ve burada sizden bir şifre isteyecek. Burada şifreni yine dediğim gibi videoda göstermişim. Orada qırıq-qırıq altda xəttlər gedir. O qırıq-qırıq xəttlərin hamısının üzərində videonun müxtəlif dəqiqələrində rəqəmlər görsənəcəkdir. O rəqəmlərin hamısını toplayırsınız və bura qeyd edirsiniz. Toplamda 8 rəqəmli bir şifrədir. İndi mən qeyd edirəm şifrəni. Baxın, ilk öncə GTA Amılını yüklüyorsunuz telefona. Buradan da bax digər ayrıntılara basırsınız, digər ayrıntılara. Və burada yenə də yüklə var. Ona basırsınız və icazə verirsiniz. Və gözləyirsiniz ki, APK telefona yüklənsin. Və APK yüklənəndən sonra buna bir dəfə giriş eləməlisiniz. Və buradan aç düyməsini basırsınız. Buradan da icazə verirsiniz, oka basırsınız. Bir dənə də izin verirsiniz. Və buradan çıxırsınız geriyə. Da bunu bağlayırsınız hələ ki APK-nı. Qaydasız yenə ziyarəti verir. Sonra və yazıb yuxarıda com.rockstargames.gtasa. Bunun üzerine basıp saxlayırsınız. Buradan aşağıdan kopyalayırsınız. Çıxırsınız geriyə. Bu ox işarəsi və qabağında 2 dənə nöqtə. Onun üzerine basırsınız, gəlirsiniz yuxarı, görəcəksiniz burada yazıb Android Unprotect. Onun da üzerine basırsınız. Buradan da dataya basırsınız. Və burada sağ tərəfdə aşağıda yapışdır düyməsi var. Ona basırsınız. Yenə burada şifrəni daxil edirsiniz. Və tamama basırsınız. Buradan da tüm dosyaları uygula var. Ona basırsınız və değiştirə basırsınız. Gözləyirsiniz ki, burada da data tam olaraq bura kopyalansın. Əgər telefonunuzun yaddaşında yer yoxdursa, burada yazılacaqdır ki, xətalarla kopyalandı. İşte bu da kopyalandan sonra girə bilərsiniz oyuna. Yəni giriş edirsiniz oyuna. Buradan açırsınız oyunu. Offline. Burada mən birinci oyunun səsini azaldım. Burada ayarlar var, grafika ayarlar. Buna mümkün qədər toxunmayın. Buna toxunsaz oyun ağırlaşacaqdır. Mən mümkün olan qədər ayarlar yığmışam. Əgər görsəz ki, telefon, yəni oyun çox donur, buradan ayarlardan biraz azaldım. Buradan basaq resumeyə. Gördüğünüz kimi oyunumuz açıldı. Buradan size Stereo modu da göstereyim. Bakın yukarıdan aşağı parmağınızı sürüştürdünüz. Buradan car spawn yazdı. Bak car spawn'ı seçirsiniz. Buradan maşını sağa sola basırsınız, maşını değiştirirsiniz. Mesela 07'den götürmək istəyir. Buradan tezdən bu belə deyək də o karakterin o ağ köynək bölməsinə basırsınız və maşını seçirsiniz. Buradan indi maşının rəngini dəyişdirməyə, bu da o təkərlərin əyrisini də necə düzəldə bilərsiniz ona sizi göstərim. Yenə təzədən Stereo modu açırsınız. Buradan sağ sol görürsünüz butonlar var. Buradan sağa çevirirsiniz. Burada Transfender yazılıbdır.
transfenderə basırsınız. Buradan birincisindən rəng seçə bilərsiniz. Amma çox şey eləməyin də. Rəng, bir də göstərdiyim hidravliki seçin. Bir də bax hidravlikə basanda maşının o əyri təkərləri düzəlir. Gördüyünüz kimi o təkərlər də düzəldi. Daha rahatca oynaya bilərsiniz. Hələ ki videomuz bu qədər idi. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.